Bu videoya axıra qədər qulaq asıb, sonda yaddaşda saxlamaqda fayda var. Çünki videonun sonunda qida boyalarının bədəndə hansı kimi təsirlərə yol aça biləcəyini və hansı qida boyasının kodlaması hansı rəngə aid olduğunu şəkil formasında paylaşacağam. Ümumi deməyə gərəkərsə, qida boyaları çox diqqətlə yanaşmağımız gərəkən mövzudur. Marketlərdə addımımızı attığımız andan etibarən bir çox şeyin, bəlkə də orada satılan şeylərin 95-98%-nin tərkibində qida boyaları var və bunların da çoxu məsum deyil. Belə ki, onlar ucuz yolla əldə olunduğuna görə bədəndə inanılmaz dərəcədə fəsadlara gətirib çıxarır. Təbii ki, təbii formada faydalı boyalar da var. Məsələn, zəfəran kimi ya da beta-karotin kimi. Amma bu boyaların da təbii ki, qiyməti hər zaman hər kəs üçün əlçatan deyil. Amma bu tip məhsulları almamaq yenə də bizim öhdəliyimizdədir. Nəyə görə bu çox önəmlidir? Belə ki, qida boyaları bədəndə